Salam, mən allergoloq Gülnar Quliyeva. Bu videoda sizə qida allergiyaları haqqında, qida testləri haqqında məlumat vermək istəyirəm. Bizə çoxsaylı pasiyentlər qəbul zamanı müraciət edərək bu fikri səsləndirir ki, doktor mən qida testi vermişəm, qan analizimdə çoxsaylı qidalara qarşı allergiya aşkarlanıb məndə. Mən bu qidalardan həmişə ömür boyu pəhriz saxlamalıyam. Müayinə zamanı məlum olur ki, bu qida testində nəticələr həqiqi qida allergiyasını yox, sensibilizasiyanı, yəni həssaslığı göstərir. Bu nə deməkdir? Allergiyadan əziyyət çəkən pasiyentlərimizdə həssaslıq şəklində qida testində müəyyən bir yüksəlmələr, yəni normadan yuxarı nəticələr gələ bilər. Lakin bu normadan yuxarı gələn nəticələrin hamısı qida allergiyasını göstərmir. Məsələn, bu pasiyentimizin qida testinin nəticəsində 30 qidadan 10-a yaxın qidaya yüksək nəticə, yəni qida allergiyası varmış kimi bir nəticə gəlib. Biz bunun hamısını qida allergiyası kimi dəyərləndirib pasiyentimizin qida rasionundan bu qidaları çıxara bilmərik. Biz qida testində yüksək gələn nəticələri o zaman qida allergiyası kimi dəyərləndiririk ki, pasiyentimiz həmin qidanı qəbul etdikdə və hər dəfə qəbul etdikdə qida allergiyasına xas olan əlamətlər ortaya çıxmalıdır. Yəni, qida testində məsələn yumurtanın ağına qarşı allergiya çıxıbsa, pasiyentimiz yumurtanı hər qəbul etdiyində qida allergiyasına xas olan əlamətlər, bu özünü səpki şəklində, qızarma şəklində, dodaq şişkinliyi, boğulma, öskürək, nəfəs darlığı, xırıltılı, xışıltılı təngnəfəslik, təzyiqin düşməsi və sair şəklində özünü mütləq şəkildə göstərməlidir. Eyni zamanda bu digər qidalara da aiddir. Məsələn, qida testində sizdə portağala, sitrusa, kartofa, soğana, sarımsağa, balığa, ət məhsullarına qarşı yüksək nəticə çıxıbsa, bu nəticələr klinik şikayətlərlə üst-üstə düşmürsə, biz bunu qida allergiyası kimi dəyərləndirmirik, biz bunu sensibilizasiya kimi dəyərləndiririk və bu qidalardan həmişəlik ömür boyu pəhrizi tövsiyə eləmirik. Belə ki, gərəksiz pəhrizin pasiyentimiz üçün heç bir faydası yoxdur. Əksinə, qidalardan zövq almanı pozaraq həyatı çətinləşdirməyə, xəstəliyin gedişatına mane olmağa səbəb ola bilər.